İşiniz var? Xeyr, yoxdur. Siz Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Düşünürəm ki, hər yer təcrübə tələb edir və universiteti təzə bitirmiş bir insan harda təcrübə keçə bilər ki, ona görə məncə. Həm də dil tələbləri olduğuna görə. İşim? Yox. Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Çünki dərdə lazımdır. Xeyr, hal-hazırda işsizim. Sizcə iş tapmaq nəyə görə çətindir? Nəyə görə çətindir? Çünki indiki dövrdə gənclərə çox fürsət verilmir. Xeyr. Sizcə iş tapmaq nəyə görə çətindir? Nə bilim, hər halda gənclər üçün elə bir şərait yaradmırlar iş tapmaq üçün. Heç nə yoxdur. Yəni, necə şərait sizcə olmalıdır? Nə bilim, oxuyub, qutarmışam, təhsilim də var, amma bir iş tapmaq çətindir, yəni. Ya müəyyən qədər məbləğ istəyirlər, ya nə bilim, elə şeylər verirlər ki, heç cavab tapmaq belə olmur. Xeyr. Azərbaycanda iş tapmaq çətindir? Bəli. Nəyə görə? Hakimiyyətə görə. Sizə başqa səbəbi var? Xeyr. İşləmək istəyən yetəri qədər insan var. Ailəsi olan, işləmək istəyən yetəri qədər insan var. Və yaxud da ki, mənim kimi bir gənc gələcək qurmaq istəyən. Belə. Xeyr, yoxdur, tələbəyəm. Sizcə iş tapmaq nəyə görə çətindir? Məncə iş tapmaq ona görə ki, Azərbaycanda yarı faizin ali savadı yoxdur və bir də tanış məsələsi var. Tanışın yoxdursa çətin iş tapa bilirsən. Tapa biləndə də ki, maaşı az olur məncə. Var. Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Nəyə görə çətindir? Birinci dayday lazımdır. Bir də çox pul lazımdır. Yəni savadsızlıqdır. İndi ən yüksək yerlərdə belə savadsız insanlar oturur. Belə düşünürəm, yəni. Çox sağ olun. Həm də görünüşə çox fikir verirlər. Aha, mən məsələn beləyəm, qız istəyirlər, gedirəm, deyirlər, qaqaş gəlir. Elə bir şey, yəni. Ona görə çətindir iş tapmaq. İşiniz varmı? Yox. Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Yəqin ki, Azərbaycanda bəzi, belə deyək, iş yerləri hələ axıra qədər inkişaf etməyib. Ona görə bir neçə, məsələn, oblast ruslar deyir, var ki, onlarda sadəcə iş tapmaq mümkün deyil, çünki insanlar hazır deyirlər buna və öyrətmirlər belə işləri Azərbaycanda. Yəni, lazım olan fakültələr, qruplar yoxdur. Var. Sizcə Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Əgər öz ixtisasını yaxşı, mükəmməl bilirsənsə, məncə iş tapmaq bir o qədər də çətin deyil. Gərək tək o ixtisası biləsən, yəni onun peşəkarı olasın. Yox. Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Azərbaycanda mənim üçün hər şey çətindir ümumiyyətlə. İş tapmaq da buna daxildir. Yəni, sizcə hansı səbəblərdir? Nə bilim, valla, ən azından təhsillə bağlayıram bir tərəfdən. Bir tərəfdən də müəyyən bir qism var ki, yəni təhsillə bağlı deyil, sadəcə başqa nüanslarla bağlı olan bir şeylərdir. Ona görə biraz çətindir. Çox sağ olun. Hər şey çətindir, yəni ümumiyyətlə, tək işlə bağlı deyil. Hər şey çətindir. Tam olaraq yox. Sizcə Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Məncə Azərbaycanda iş tapmaq, iş yerləri olmadığının üçün, insanların sahəsinə görə, insanların durumuna görə, iş olmadığına görə məncə iş tapmaq çox çətindir. Siz özünüz nə işlə məşğulsunuz? Mən rəssamam. Sizin üçün asandır bu? Mənim üçün asan deyil, amma zevqlidir. Yəni işimdən həzz alıram, belə deyək. İşim var. Azərbaycanda iş tapmaq çətindir? Çətindir. Sizcə nəyə görə? Valla tam dəqiq deyə bilmərəm nəyə görə də. Pula görə ola bilər, savada görə ola bilər, tənbəlliyə görə ola bilər, çox şeyə görə. Dəqiq deyə bilmərəm, amma onu bilirəm ki, çətindir. Hər öz qohumunu, tanışını, bir işini görsən götürür. Nə bilim, çox şeylər var. Var. Sizcə Azərbaycanda iş tapmaq çətindir? Baxır nə iş? Necə? Baxır hansı işdə də. Elə iş var asandır, elə iş var ümumiyyətlə çətindir. Məsələn, hansı işlər çətindir? Azərbaycanda əlbəttə hərbi sənəti çətindir. Ondan sonra müəllimlik çətindir, həkim sənəti çətindir. Bu sənətlər çətindir. Xeyr. Sizcə Azərbaycanda iş tapmaq nəyə görə çətindir? Cavan nəsil iş tapa bilmir. Sizcə səbəbi nədir? İş yerləri açılsa, zavod, fabriklər bəlkə iş olar onda. Birincisində iş yoxdur içəridə. Tikintidə belə iş yoxdur. Yəni fəhləliyə belə sərf eləmir getmə. Bəli, var.
Sizcə Azərbaycanda iş tapmaq çətindir? Yəni, müəyyən qədər ola bilir çətinlik. Sizcə hansı səbəblərdən çətindir? Çətinlik daha çox rüşvətlə bağlıdır, başqa bir səbəbi yoxdur. Yəni, ixtisas, diplom əldə hazır olduğu vəziyyətdə rüşvət təklif olunur, ona görə də işsizlik baş verir. Diplom da almağın necə deyim, mənası olmur. Ona görə də həm də oxumağa qarşı adam da istər-istəməz həvəssizlik yaranır, həvəs olmur. Bəli. Sizcə Azərbaycanda iş tapmaq çətindir? Bəli. Nəyə görə? İşlərin və iş səviyyəsinin yüksək olmadığına görə deyə bilərəm. Daha çox tanışlığa görə də, yəni tanışlığa tapırlar işi ona görə. Və bir də həm ölkədəki siyasi vəziyyətdən də çox şahsızdır ona görə. Sırf ona görə ki, yəni siyasi vəziyyət, yəni o dərəcədə deyil, yaxşı vəziyyət deyil, iş tapmaqdan ona görə çətin, həm iqtisadi vəziyyət, həm belə. Ümumiyyətlə ölkədə problem çoxdur. Yəni onunla bağlı iş tapmaq sırf gənclərdə problem yaranır. Bir də təhsillə bağlı problem. Məsələn, universitetə bitirən gənclər öz sahəsini yaxşı bilmirlər. Çünki onlara o sahədə dərs deyən olmayıb. Ən böyük problemlərdən biri odur. Çox sağ olun.